Bahar xanım uzun müddətdir qaraciyər sirrozundan əziyyət çəkirdi. Qaraciyər sirrozunda son mərhələki müalicəsi qaraciyərin transplantasiyadır. Amma təəssüf ki, Bahar xanımın donoru yox idi ki, əməliyyat oluna bilsin. Yəni canlı donor yox idi, əməliyyat oluna bilsin. Amma anidən gələn bir zənglə Bahar xanımın sözün əsl mənası həyatı dəyişdi. Necə oldu Bahar xanım? Elə bir gecə mənə zəng elədiniz. Dediniz, təcili institut donor var. Gəlin, saat 5 idi. Mən də elə sevindim. Dediniz, təcil tez geyin gəlin də, burada olun. Həqiqətən çox sevindim. Deməli, bir nəfər, bir vətəndaşımız dünyasını dəyişib beyin ölmə həyatı keçmişdi. Ailəsi tərəfindən, sağ olsunlar, orqanları bağışlanıldı. Və o bağışlanmış qaraciyər Bahar xanıma köçürüldü bizim tərəfimizdən, kollektivimiz tərəfindən. Və indi Bahar xanım hal-hazırda qənaətbəxş vəziyyətdə evə göndəririk və o ailə ki, orqanlarını bağışlayıb, sözün əsl mənasında onların qarşısında mən şəxsən baş əyirəm və onların itirdiyi ailə üzvlərinə Allah qəni-qəni rəhmət eləsin və əhalimizi də, insanlarımızı da orqanların bağışlamasına dəvət edirəm ki, Bahar xanım kimi insanlarımız sağlamlığına qovuşa bilsinlər, həyata qayıda bilsinlər.